Əgər mobil telefonunuz varsa və təksinizsə ondan istifadə edin. Ətrafda başqaları varsa onlardan kömək istəyin. Ailə və təcili yardım adamınızı əldə edin və ya bunu etmək üçün kimsə göndərin. Qırmızı çöynəyi olan zəhmət olmasa 100 zəng edin və mənə ayrı yazı tapın. Tənəffüsün olub-olmamasına diqqət edin və eyni zamanda nəbzi yoxlayın. Maksimum 10 saniyə ərzində. Eyni anda döş qəfəsinə. Hə, döş qəfəsinin qalxıb enməsinə baxın. Əslində açmalı. Nəbzi yoxlamaq üçün digərlərinin iki barmağını yuxarı tiryasının üzərinə qoyun. Tənəffüs yoxdur və ya yalnız alınan tənəffüs var. Nəfs hiss olunmursa dərhal kompress. Ayda yox dərsiniz, ona görə o sayılır. Mümkün olan ən qısa vaxt ərzində əlinizə çatan kimi ayədən istifadə edilməz. Abdominal tənəffüs siz dediyiniz bayana yaxın tənəffüs. Bir oldu, abdominal tənəffüsdə də həm o var, həm də belə xəstə çox hızlı nəfəs ala bilər. Sən son nəfəsini verir kimi bir durum olabilir. Orada da yəni bu xəstənin zaten birkaç saniyə sonra tənəffüsü duracaq belli ki. Yəni orada tənəffüsü var deyə düşünməməli. Yanına disk çökülməsi, baş tərəfindəki disk xəstənin çiyin səviyyəsinə olacaq şəkildə. Dizin çiyin səviyyəsinə dizlərin yaxına gələ bilərsiniz. Xəstənin kəmər qalstuğu və yaxasına açılması. Bir əlin ovcunun biləyə yaxın hissəsini döş sümüyünün aşağı üçdə bir hissəsinə xəncərə bənzər çıxıntıya təzyiq etməyəcək formada xəncərə bənzər çıxıntıdan iki barmaq yuxarı yerləşdirilməsi, digər əlin bu əlin üzərinə yerləşdirilməsi və hər iki əlin barmaqlarının bir-birinə kilidlənməsi, barmaqlar və ovuc içi döş qəfəsini təmas etməyəcək formada dirsəkləri bükmədən, qolların döş qəfəsi üzərində bədənə dik olaraq yerləşdirilməsi, bədənin 90 dərəcə bucaq altında, döş sümüyünün qayıtmasına imkan verərək 30 dəfə yuxarıdan aşağıya döş qəfəsi kompresiyasının icra edilməsi. İşte ilk dəfə Tezliyi ən az 120 dəqiqə olmalıdır. Biraz hızla. Bunu test ediləmək lazımdır. Şu an iyidir. Bakın bu 100-120 arası, burası da derinliğini gösterir. Biraz daha derin basarsan. Oldu mu? Benim de. Hələ qolum da yaradı. Sonra oxu tənəffüs şeyini. Bir əlin ovucu ilə xəstənin alnından geriyə itələyib, digər əlin 2 və 3-cü barmaqlarıyla xəstənin çənəsini önə yuxarı doğru qaldıraraq çənənin zirvəsi səthə 90 dərəcə bucaq altında tənəffüs yolunun açıq tutulması. Boyun travması olmayan xəstədə tətbiq ediləcək. Boyun travmalı xəstədə boyun sabit tutulub alt çənə bucaqlarından mandibula yuxarı qaldırıb hava yolunu açmaq. Xəstənin alnının üzərinə qoyulan əlin baş və işarə barmağını istifadə edərək burun dəliklərinin sıxılması. Çənə sümüyündəki əlin barmağı ilə